Cənubi Koreya. Bugün bu adı eşidəndə ağlımıza nələr gəlir? Samsung, Hyundai, LG, K-pop, texnologiya, sürətli inkişaf, təmiz şəhərlər və intizamlı insanlar. Amma bir anlıq keçmişə baxaq. 1950-ci illərdə Cənubi Koreya tamamilə fərqli bir ölkə idi. Koreya müharibəsindən sonra ölkə demək olar ki, yerlə yeksan olmuşdu. İnsanların çoxu azlıq içində yaşayırdı, iş yerləri yox idi, torpaqlar yanmışdı. O dövrdə Koreya dünyada ən kasıb ölkələrdən biri hesab olunurdu. Hətta Afrikanın bəzi bölgələri ilə müqayisə edilirdi. Amma bugün cəmi 60-70 il sonra Cənubi Koreya dünyanın ən inkişaf etmiş ölkələrindən biridir. Bu qədər qısa zamanda bu qədər böyük dəyişiklik necə ola bilərdi? Bu təsadüf deyildi. Bu planlı, ağıllı və millət olaraq birləşmiş səylərin nəticəsi idi. Bu videoda sizinlə birlikdə Cənubi Koreyanın necə yoxsul dağılmış bir ölkədən texnologiya və mədəniyyət nəhənginə çevrildiyini addım-addım öyrənəcəyik. Cənubi Koreya rəsmi adı ilə Koreya Respublikası Asiyanın şərqində Koreya yarımadasının cənub hissəsində yerləşən bir ölkədir. Şimalda Şimali Koreya ilə sərhəddir. Şərqdə Yapon dənizi, qərbdə isə Sarı dənizi ilə əhatə olunur. Paytaxtı Seuldur və ölkənin ən böyük şəhəridir. Cənubi Koreyanın ümumi sahəsi təxminən 100.000 kvadrat kilometrdir. Əhalisi isə təxminən 52 milyon nəfərdir. Əhalinin böyük hissəsi şəhərlərdə yaşayır və yüksək həyat səviyyəsinə malikdir. Rəsmi dili Koreya dili, rəsmi valyutası isə Cənubi Koreya vonudur. Dininə gəldikdə əhalinin bir hissəsi xristian və buddist, digərləri isə ateistdir. Cənubi Koreyanın hekayəsi təhsildən başlayır. Müharibədən sonra ölkənin baş naziri Lee Syngman və daha sonra gələn liderlər başa düşdülər ki, ölkədə nə neft var, nə qaz, nə də zəngin torpaqlar. Yeganə sərvət insan beyni idi. 1960-cı illərdə hökumət təhsil millətin gələcəyidir prinsipini qəbul etdi. Hər kənddə, hər rayonda məktəblər tikildi. Valideynlərə təhsil övladlarının borcu deyil, vətənə xidmət kimi aşılandı. Bugün Cənubi Koreyada təhsil o qədər ciddi alınır ki, şagirdlər məktəbdən sonra da əlavə kurslara gedir. Günün 12 saatını oxumağa sərf edirlər. Onlar üçün universitetə girmək həyatın ən böyük məqsədlərindən biridir. OECD və UNESCO məlumatlarına görə Cənubi Koreya şagirdləri gündə orta hesabla 10-12 saat oxuyur. Məktəb plus əlavə dərslər. Suning imtahanı bu rəsmi milli universitet imtahanıdır. Həqiqətən də imtahan günü ölkədə hətta təyyarə uçuşları və iş saatları da azaldılır. Koreya ailələrinin xərclərinin böyük hissəsi uşaqların təhsilinə yönəlir. Statistik olaraq ailələrin təxminən 70%-i özəl dərslərə pul xərcləyir. Ölkədə 50.000-dən çox Hagwon, yəni özəl repetitor mərkəzi fəaliyyət göstərir. Bu da Koreya təhsilinin əsas hissəsidir. Cənubi Koreya cəmiyyətində yüksək akademik nəticələr böyük sosial dəyər daşıyır. Bu da uşaqlarda erkən yaşda rəqabət hissini formalaşdırır. Koreya məktəbləri elektron lövhələr, rəqəmsal dərsliklər və onlayn platformalardan istifadə edən ilk ölkələrdəndir. Şagirdlər məktəb forması geyinməyə borcludur. Saç və davranış qaydaları da rəsmi şəkildə tənzimlənir. OECD məlumatlarına görə Koreyada müəllimlik yüksək maaşlı və hörmətli peşə sayılır. Dövlət müəllimlərinə böyük sosial təminat verilir. Bu təhsil sistemi milyonlarla Koreyalı gənci elmə, texnologiyaya və yaradıcı düşüncəyə yönəltdi. Nəticə isə göz önündədir. Cənubi Koreya dünyanın ən yüksək savad səviyyəsinə malik ölkələrindən biridir. Yəni onların inkişafı təbii sərvətdən yox, bilikdən doğdu. Cənubi Koreyanın yüksəlişində dövlətin rolu çox böyükdür. 1970-ci illərdə hökumət yeni bir iqtisadi strategiya qurdu. Böyük ailə şirkətləri yaradılmalı və
dövlət tərəfindən dəstəklənməli idi. Bu şirkətlərə Cebol deyilir. Məsələn, Samsung, Hyundai, LG, Kia, SK Group hamısı bu sistemin məhsuludur. Dövlət bu şirkətlərə ucuz kreditlər və ixrac üçün dəstək verirdi. Əvəzində isə onlardan yeni sənaye sahələri yaratmaq və iqtisadiyyatı gücləndirmək tələb olunurdu. Məhz bu sistem sayəsində Cənubi Koreya qısa müddətdə kənd təsərrüfatı ölkəsindən texnologiya nəhənginə çevrildi. Samsung mobil texnologiyanın simvoluna çevrildi. Hyundai və Kia avtomobil sənayesində, LG isə ev texnikasında dünya markası oldu. Samsung şirkəti əslində 1938-ci ildə kiçik bir ticarət firması kimi yaranmışdı. Amma o zaman texnologiya və elektronika şirkəti deyildi. Sadəcə kiçik bir ticarət firması idi. Qida və kənd təsərrüfatı məhsulları satırdı. Lakin 1960-70-ci illərdə hökumətin sənayeləşmə proqramı ilə birlikdə elektronika sahəsinə keçərək bugün tanıdığımız nəhəng texnologiya şirkətinə çevrildi. Bu dövlət və özəl sektorun mükəmməl əməkdaşlığı idi. Nəticədə Koreya çox az zamanda sənaye inqilabı yaşadı. Amma Qərbdən fərqli olaraq bunu sadəcə 30 ilə bacardı. Koreya inkişafı üçün daxili bazara yox, dünyaya yönəldi. Onlar anladılar ki, kiçik ölkə üçün ən yaxşı yol ixraca əsaslanan iqtisadiyyatdır. 1970-80-ci illərdə hökumət şirkətlərə belə deyirdi: öz ölkəniz üçün deyil, dünya üçün istehsal edin. Beləcə Koreya elektronika, avtomobil, gəmi və texnologiya ixracında Asiyanın liderlərindən birinə çevrildi. Əgər bir vaxtlar Koreya kənd təsərrüfatı ilə yaşayırdısa, indi dünyanın ən yüksək texnologiya məhsullarını ixrac edirdi. Bu model həm valyuta axını yaratdı, həm də işsizlik problemini həll etdi. Yəni Koreya bir fabrikin içindəki zavod kimi deyil, bütün ölkəni bir istehsal sistemi kimi qurdu. Cənubi Koreyanın uğrunun ən az danışılan, amma ən güclü tərəfi mentalitetdir. İşdə, məktəbdə, istehsalda, hər yerdə sürət, dəqiqlik və məsuliyyət əsas prinsipləridir. Koreyalılar səhv etməməyə, vaxt itirməməyə və mükəmməl nəticə almağa çalışırlar. Bu mədəniyyət onları dünya səviyyəsində məhsuldar bir xalq etdi. Bundan əlavə, Koreyalılar birlikdə yaşayan bir xalqdır. Onlar fərdi yox, kollektiv düşünürlər. Yəni hər kəs ölkənin uğuru üçün bir çalışır. Bu ruh olmasaydı nə təhsil, nə texnologiya, nə də iqtisadi model bu qədər işləməzdi. 2000-ci illərdən sonra Koreya sürətli iqtisadi artımı texnoloji liderliyə çevirdi. Dövlət Smart Nation proqramı ilə bütün ölkəni yüksək sürətli internetlə əhatə etdi. Bugün Cənubi Koreya dünyada ən sürətli internetə malik ölkələrdən biridir. Koreya həm də robot texnologiyası, süni intellekt və yaşıl enerji sahəsində Asiyanın liderlərindən biridir. Hər il hökumət innovasiyaya milyardlarla dollar sərmayə qoyur. Amma bu inkişaf yalnız texnologiya ilə məhdudlaşmadı. Koreya mədəniyyətini də dünyaya ixrac etdi. K-pop, K-dramalar və filmlər vasitəsilə ölkə yumşaq gücünü bütün dünyaya yaydı. Yəni, Cənubi Koreya indi həm texnologiyanın, həm də mədəniyyətin nəhəngidir. Cənubi Koreya sübut etdi ki, inkişaf üçün resurs yox, düşüncə lazımdır. Onlar torpaqdan yox, beyindən güc aldılar. Onların uğuru göstərir ki, bir millət bir məqsədlə birləşəndə heç bir çətinlik onu dayandıra bilməz. Bugün Koreya gəncləri dünyada ən innovativ, ən çalışqan və ən yaradıcı insanlardandır. Onlar uşaqlıqdan öyrənirlər ki, gələcək heç kimdən gəlmir. Onu sən öz əllərinlə qurursan. Bəli, Cənubi Koreyanın inkişaf sirri təhsil, intizam, əmək və inamdır. Bu dörd söz bir xalqı yoxsulluqdan çıxarıb texnologiya zirvəsinə gətirdi. Cənubi Koreya haqqında hazırladığımız video bu qədər. Videoya baxan hər birinizdən videonu bəyənib, kanala abunə olmağı və növbəti videolardan xəbərdar olmaq üçün bildirişləri aktiv etməyi unutmayın. Gələn videolarda görüşənədək sağ olun.